Здравствуйте, дорогие зрители! Добро пожаловать на мой канал Уроки русского языка. Сегодня мы будем с вами работать 17-й урок из 2 класса новой версии. Тема наша называется «Предпраздничные вторники». Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz mənim kanalıma Rus dili dərsləri. Bugün sizinlə 17-ci dərs işləyəcəyik və bizim mövzumuz bayram qabağı olan çərşənbələr, Novruzla bağlı olan bir mövzumuzdur. Və ответьте на вопросы по картинке. Birinci tapşırığımız şəkil üzrə suallara cavab vermək lazımdır. Что вы видите на картинке? Həmişəki sualımız, siz şəkildə nə görürsünüz? Мы видим огонь и воду. Огонь и вода. Огонь alovdur, plamya da demək olar və su, вода. Огонь и воду. Tam cavab verə bilərsiniz ya da qısaca deyə bilərsiniz. Огонь и вода. Почему на картинке изображен огонь? Deyir, şəkildə niyə alov təsvir olunubdur? Bunun biraz cavabı əslində asan deyil. Uşaqlara, ikinci sinif uşaqların cavab verməsində. Mən cavab verim, çətinlik olsa sizə bunu yazaram və yaxud da siz bunu çalışarsınız, uşaqlara sadə formada öyrədərsiniz. Огонь изображен, потому что в праздник Новруз люди прыгают через костер. Они так очищаются от зла и болезней. Demək, şəkildə alov ona görə təsvir olunub ki, Novruz bayramında insanlar tonqaldan hoppanır, güya ki, yəni belə xəstəlikdən, pislikdən də təmizlənirlər. Значит, потому что, ya da qısa deyə bilər, потому что в Новруз мы прыгаем через костер. В праздник Новруз мы прыгаем через костер. Novruz bayramında alovun, tonqalın üstündən hoppanırıq. Как праздник Новруз связан с водой? Necə deyir, Novruz bayramı su ilə əlaqəlidir. Burada əslində aqoyunda da deyə bilərik, suda da deyə bilərik. Çünki elə bir çərşənbələrimiz də var bizim. Su çərşənbəsi, ot çərşənbəsi. Потому что один вторник называется вода, biri su çərşənbə adlanır. Поэтому ondan bağlıdır. Плюс еще можно сказать, что вода символизирует чистоту, новую жизнь. Təmizlik, bayram da təmizlik deməkdir, yeni həyat deməkdir. Novruz bayramında yeni il sanki mənasında gəlir, təbiət oyanır mənasında. Ən çoxu isə потому что вторник называется вода. Bir çərşənbəmiz bizim su çərşənbəsidir. Вот, из-за этого тоже bağlılığı var. А вы знаете, как надо готовиться к празднику Novruz? Deyir, bəs siz bilirsiniz necə bu bayrama hazırlaşmaq lazımdır. Kimsə deyir ki, da, kimsə deyir, нет. Ну, böyük ehtimal ki, hamınız deyirik, da. Misal üçün, nə edirsiniz, onu deyə bilərsiniz qısaca. Убираем дом, готовим şəkərburu и пахлаву, qoğal, потом сажаем səməni, там поздравляем друг друга, прыгаем через костер, покупаем подарки. Bunlar deyə bilərik, hədiyyə almaqdır, səməni əkməkdir, tonqaldan hoppanmaqdır, hədiyyə almaqdır, evi yığışdırmaqdır. Bunlar hamısı Novruzun hazırlıqlarıdır. Задание второе, прослушайте, повторите. Biz burada demək, qulaq asırıq, təkrar eləyirik, səslərimiz hələ ki yoxdur. Укажите картинки, название которой отвечает на вопрос «что». Nə sualına cavab verən sözləri göstərək. Tonqal deyirik, kостер, kостер və yaxud sadəcə ot deyə bilərsiniz, огонь. Огонь. Biraz tonqala oxşur, ona görə deyirəm, kостер. Konfeti. Elə rus dilində Azərbaycan eynidir. И яйца. Yumurtalar. Яйцо, yumurtadır. Яйца. Теперь наш диалог. Повторите диалоги вслед за учителем и составьте новые по образцам. Гасан, ты вчера прыгал через костер? Həsən, sən dünən tonqalın üstündə hoppanmısan? Да, Мадина, мы вчера во дворе разжигали костер, а у вас во дворе был костер? Bəli, Mədinə, biz dünən həyətdə tonqal yandırmışdıq. Bəs sizin həyətdə var idi tonqal? Да, но я прыгать боюсь, поэтому стояла у костра. Bəli, amma mən hoppanmağa qorxuram, ona görə yanında dayanmışdım tonqalın. Это очень интересно, но и опасно. Bu çox maraqlıdır, amma elə təhlükəlidir. Здравствуй, Oktay. Что вы делаете дома? Salam, Oktay, evdə nə edirsiniz? Привет, бабуля. Мама убирает дом, готовится к празднику. Salam, nənə. Ana ev yığışdırır, bayrama hazırlaşır. А ты помогаешь маме? Bəs sən anaya kömək eləyirsən? Да, я стараюсь ей помочь. Мы с мамой придем к вам и поможем убрать квартиру. Bəli, çalışıram ona kömək eləyim. Biz ana ilə sizə gələcəyik və kömək eləmə, evi
yığışdırmaya kömək eləyəcəyik. Spasibo, budu ждать. Çox sağ ol, gözləyəcəm. Укажите соответствие, uyğunlaşdıraq. Bizim burada sözümüz var, праздничный. Праздничный bayram deməkdir. Праздник bayramdır, праздничный onun sifət formasıdır. Biz deyə bilərik праздничный kostyor, bayram tonqalı. Sonra deyə bilərik праздничный stol, bayram stolu. Deyə bilərik праздничный buket, bayram gül dəstəsi. Yeyitsu orta cinsli demək olmaz. Paxlava ana qutar qadın cinsli demək olmaz. Burada da ki tam aydın deyil, otağa oxşuyur, evə oxşuyur. Ev deyə bilərik, amma bayram evi demirlər. Restoran və s. belə bir şey də demək olmur. Yəni праздничный sözündən 3 söz. Kostyor, stol и buket istifadə edə bilərik. Запишите элементы буквы U и F. U hərfidir və F hərfləridir. Bu iki dənə hərfdir. U, большая, маленькая и F bukva, большая, маленькая. Bunları yazıb öyrənirlər uşaqlar. U və F hərfləri. Bu qədər bu dərs. Gələn dərsdə sizinlə görüşərik. Sağ olun, salamat qalın. До свидания, увидимся на следующем уроке. Всем хорошего дня, всем удачи. Пока-пока.